Deməli dostlar, bu üstündə durduğum aparatın adı qan dövranı stimulatoru GETS aparatıdır. Yəqin ki, səsinin titreşimindən də aparatın vibrasiya rejiminin necə güclü olduğunu hiss edə bilirsiniz. Ümumiyyətcə, bu aparatın üzərində 15 dəqiqə dayanmaq 5 kilometr asta qaçışa bərabərdir. Ümumiyyətcə, bu aparat kimlər üçün məsləhətdir? Oturaq həyat tərzi keçirir, gün ərzində kompüter arxasında, masa arxasında əyləşir. Düzgün şəkildə idman edə bilmir, yürüyüş edə bilmirsə, bax bu qan dövranını tənzimləməyə çox müsbət şəkildə kömək göstərən bir aparatdır. Bununla yanaşı olaraq bir çox problemlər var ki, mədə bağırsaq problemləridir, baş ağrılardır, xroniki yorğunluqdur ki, belə halların da qarşısını almağa çox müsbət effekti var. Aparat tam olaraq bir ev həkimidir. Kimin ki evində bu aparat var, demək olar ki, heç həkimə getməyə belə ehtiyac yoxdur. Profilaktik istifadə eləsə kifayətdir. Kim üçün maraqlıdır, keçid alırlar səhifəyə, orada bizim nömrəmiz qeyd olunubdur. Zəng edib danışaraq ətraflı şəkildə məlumat əldə edə bilərsiniz.